Qərb müttəfiqləri hesab edirlər ki, İran Amerika ilə müharibədəki 8 həftəlik atəşkəs dövründə böyük ehtimalla öz ehtiyatlarını yeni Rusiya silahları ilə zənginləşdirib və raket arsenalının əhəmiyyətli hissəsini bərpa edib. Məlumata görə, bu addım hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə Tehrana cavab zərbələri endirmək üçün güclü atəş potensialı qazandırır. Kəşfiyyatın qiymətləndirmələrinə əsasən, hazırda Tehranın sərəncamında müharibə başlamazdan əvvəl malik olduğu silah ehtiyatlarının təxminən 4/3-ü mövcuddur. Bundan əlavə, İran zərurət yananacağı təqdirdə bu ehtiyatları sürətlə artırmaq iqtidarındadır. Qərb rəsmiləri hesab edir ki, bərpa olunan arsenala Rusiyanın son bir ildə istehsal etdiyi raketlər də daxil ola bilər. Kəşfiyyat xidmətlərinin hesabatında qeyd olunur ki, Amerika və İsrailin İranın uzaq mənzilli zərbə imkanlarını zəiflətməyə yönəlmiş iri miqyaslı hava hücumlarına baxmayaraq, Tehran mart ayında müharibədən əvvəlki raket arsenalının təxminən 60%-ni qoruyub saxlaya bilib. Fevralın 28-də atəşkəsin qüvvəyə mindiyi aprelin 8-nə qədər olan müddətdə İran regiondakı hədəflərə 1850-dən çox raket, həmçinin ondan ən azı 2 dəfə çox qanadlı raket və şahid tipli pilotsuz uçuş aparatı atıb. Müharibənin ilk ayında Amerika və İsrail İranın raket buraxılış qurğularının təxminən 2/3-ni məhv etdiklərini bəyan edib. Birləşmiş Ştatların Müdafiə naziri Pete Hegseth isə martın ortalarında Tehranın hücum potensialının 90% azaldığını iddia edirdi.